Və aleykumussalam və rəhmətullahi və bərəkatuh. Qardaş sual deyir ki, deyirlər sələflər ölkə üçün təhlükədir. Sələfliyin ölkəmizə nə cür xeyri var? Ümumiyyətlə mövzu geniş mövzudur və qısaca isə sualı cavablandıraq. Yəni ilk olaraq biz bu suala cavab verməmişdən öncə gəlin baxaq görək ki, sələf və ya da sələflik və ya da sələflər nə deməkdir? Sələf sözü Azərbaycan lüğəti terminində və özündən əvvəlkinin yolunu getməkdir. Yəni, məndən qabaq olan sələfdir, mən də ondan sonra gələnəm, mən oluram xələf. Sələf bir də xələf. Bu lüğəti mənasıdır, yəni sələf özündən əvvəlkinin yolunu getmək deməkdir. Amma şəri termində isə, dini termində isə sələf və ya da sələflik Muhammed sallallahu aleyhi və səlləm və onun sahabələrinin yolunu gedən müsəlmanlara deyilir. Yəni, bu deməkdir ki, sələf və ya da sələflər və ya da sələfilik hansısa bir firqə deyil. Misal üçün, xavaric kimi, təkvirçi kimi, şiə, rafizi, cəhmiyə, mu'təzilə, əşəri, mətrudi, ixvan və qeyri. Yəni, sələflik heç bir firqə nisbət olunmur və sələflik sırf Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun sahabələrinin yolunu gedən müsəlmanlara deyilir. Çünki biz əgər bütün firqələrin halına baxsaq və görərik ki, İslamda ilk çıxan firqə xavaric firqəsidir. Hansı ki, Şeyxülislam İbn Teymiyyə rəhməhullah demişdir ki, yəni xavaricilər ilk firqə olaraq meydana gəlmişlər və xavaricilərdən sonra gələn bütün firqələrdə xavaricilikdən pay var. Xavaricilikdən pay var. Çünki bütün firqələr ondan sonra çıxıb və hamısında ondan bir pay var. Yəni, bu o deməkdir ki, yəni, hakimiyyət məsələsində, hakimiyyətə qarşı çıxmaq məsələsində yeganə əhl-i-sünnə və sələflərdir ki, yəni əhl-i-sünnə ona görə ki, əhl-i-sünnə də elə, özü elə sələflikdir. Yəni, yeganə İslama nisbət olunan toplum sələflikdir ki, hansı ki, sələfilər yəni heç bir halda müsəlman hakimə qarşı çıxmağı görmürlər. İstər adil olsun, istər zalim olsun. Amma xavaricilər və onlardan sonra çıxan bütün firqələr zalim hakimə qarşı çıxmağı görürlər. Və sələflər də bu baxımdan da digər toplumlardan fərqlənirlər. Və bu baxıma görə də, bu məsələyə görə də və bugünkü gündə Azərbaycanda istər İslami toplumlar, şiələr olsun, rafizələr olsun, xavaricələr olsun, təkvirçilər olsun və qeyrilər olsun, yəni istər İslami toplumlar və istərsə də dövlətə müxalif olan ictimai siyasi partiyalar və ya da fərdlər olsun və ya da ictimai blogerlər olsun və ya da siyasi bloger olsun və ya da ki, hər hansısa bir danışanlar olsun, onlar bugün sələfliyi hədəfə alırlar və tənqid edirlər. Və sələfləri video süjetlər ayırırlar ki, baxın görün sələflər yaltaqlıq edirlər, falan edirlər, bəsməkan edirlər. Halbuki sələflər heç vaxtı heç kəsə yaltaqlıq eləmirlər və eləməyiblər də. Sadəcə sələflər Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu gedirlər. Və biz əgər baxsaq, görsək səhih hədislərə, hətta Buxari və Müslim ittifaq elədi hədislərdə belə, Peyğəmbər sallallahu aleyhi və səlləm zalim hakimə qarşı çıxmağı qadağan edib. Yəni, hakimiyyət məsələsi, hakimiyyətə itaət məsələsi, yəni sələflərlə birbaşa olan digər firqələrin arasında olan ən önəmli məsələdir. Ona görə İmam Əhməd və qeyriləri hakimiyyət məsələsini, yəni mənhəc məsələlərini hesab etmişlər, hətta onu etiqad məsələləri kimi zikr etmişlər ki, çünki bu məsələdə xavaricilərlə sələflər, şiələrlə sələflər, rafizlərlə sələflər, təkvirçilərlə xavaricilər sələflər və bütün firqələr bu məsələdə sələflərə qarşıdırlar. Ona görə də bugünkü gündə bütün hər bir kəs bu baxımdan sələfləri və ya sələfliyi yəni tənqid edirlər. Niyə görə? Hakimiyyətlə bağlı məsələyə görə. Ki, əhl-i-sünnə və sələflər heç vaxtı zalim hakimə qarşı çıxmayı görmürlər. Əksinə biz baxsaq, görsək,
İmam Əhmədin və qeyrilərin sözlərinə onlar deyərdilər ki, əgər mənim bircə duam qəbul olsaydı, mən onu dövlət başçısı üçün edərdim. Niyə? Dedilər, niyə? Çünki dedik, əgər dövlət başı islah olsa, bütün raiyyət islah olar. Ona görə sələflər, ya da sələfilik, dövlət başı üçün, onun hidayəti üçün, onun islahı üçün, onun düz yolda sabit olması üçün daimən dua ediblər və edəcəklər. İstər minbərlərdə olsun, istər muizələrdə olsun, istər adi dini çıxışlar olsun, hər bir zaman sələflər dövlət başçısına həmişə dua ediblər və edəcəklər Allahın izni ilə. Amma o ki, qalsa ki, sələfliyin ölkəmizə nə cür xeyri var? Sələfilik sırf heç bir qarışıq olmayan, heç bir bidət daxil olmayan bir dindir, bir yoldur, bir metoddur ki, hansı ki bu metod, bu yol bizə vətənimizi, torpağımızı, dövlətimizi, xalqımızı sevməyi bizə öyrədir. Ona görə biz əgər baxsaq, görsək, 2-ci Qarabağ müharibəsində hər bir cəbhədə, hər bir bölgədə, istər xüsusi təyinatlar olsun, istər adi sıravi əskərlər olsun, hər bir döyüşən əskərlərdə biz sələflik rəşadəti gördük. Onlar dövlətin sərhədlərini qorumaq üçün, onlar dövlətin torpaqlarını azad etmək üçün düşmənə qarşı hamısı şəhadət verməyə belə, şahid olmağa, Allah yolunda şəhid olmağa belə, şəhadət dərəcəsinə qalxmağı belə gözlərində artıq planlamışlar, hədəfləmişdilər. Yəni, sələfilik heç vaxtı dövlətə təhlükə olmayıb və heç vaxtı ola da bilməz. Çünki olacaqsa artıq sələfilik deyil, o başqa bir İslami toplum, İslami bir firqədir. Ya xavaricilərdir, ya təkfirçilər, ya şiyələr, ya rafizlər, ya da mətrudu əşarlər və qeyriləri. Yəni, qeyd edilən yeganə sələfilikdir ki, heç vaxtı dövlətə qarşı çıxmaq, zalim hakimə qarşı çıxmaq və dövlətini, vətənini, xalqını yarı yolda qoyub, yarı yoldan qayıtmaq bu sələfilərə, sələfiliyə xas olan bir əməldir. Bəli, bugünkü gündə bir çox insanlar sələfilərlə xavariciləri, təkfirçiləri qarışdırırlar və deyirlər ki, hamınız eyni sifətdəsiniz, hamınız bu cürsüz, siz hamınız eyni adamlarsınız və bu da yanlış və xatadır. Ona görə ki, bugün nə qədər saqqal saxlamayan kişilər var ki və nə qədər hicab taxmayan qadınlar var ki, onlar da zahirən bir-birlərinə bənzəyirlər, amma onları heç kim eyni insan hesab eləmir. Buna deyirlər ki, bu filan kəsdir, bu da filan kəsdir. Eləcə də dini məsələdə də bu cür fərqliliyi bilmək üçün hökmən dövlətin həqiqi dini bilən mütəxəssisləri olmalıdır. Əqidəni bilsinlər, mənhəzi bilsinlər, tovhidi bilsinlər, hədisi bilsinlər, təfsiri bilsinlər, sələfin alimlərin bilsinlər, sələfin metodunu bilsinlər və müasir gündə sələf olan alimləri tanısınlar və belə halda, bəli, kütləvi şəkildə, istər radioda, istər televizorda xalqa təbliğat gedər, xalqa müraciət olunlar və dövlət də və xalq da açıq-aşkar sələfliklə xavaric, təkfirçilik və digər firqələri bir-birindən ayırd eləyər, bəyan olar. Və qısaca ona qeyd eləyək ki, sələflik heç zaman dövlətə təhlükə olmayıb, əksinə sələflər hər zaman dövlətin yanında olublar və dövlətin mənafeyini qoruyublar və Allah subhanahu wa ta'ala axıra kimi də dövlətimiz də, xalqımızı da və xalqımızın, dövlətimizin yanında olan hər bir vətəndaşımız da Allah subhanahu wa ta'ala qorusun.